Top turşumuz artıq hazırdır. Cünata hazırladığımızdır. Baxın bunun rənginə, gözəlliyinə, rəngin gözəlliyinə. Sanki çıxındır deyimsən. Amma asla turpun öz rəngidir, qəşəng rəngidir. Qəşəng rəngi. Turpun öz rəngidir. İndi turpu qoyaq qıra, şirniyyətə başlayaq. Buraya yumurtanı ısındıra biləcəm. Yumurtalar başlayaq sındırma. Belə eləyəndə daha qəşəng, daha zövqlü olmuş. Daha da çəkmir. Görə neçə dənə yumurtanı hayf edəcəm. İnşallah ki, hayf edəmərəm yumurtaları. Başlayaq görək. Ya bismillah. İnşallah ki, Novruz bayramında yumurta hava şeyinə dönməz. Şimdi Otursana burada, yere koy. Yumurtanın başını sınırlar. Görəsən ona döndü dostlar, amma ehtiyatla eləyəcəm. Beğendi. Artıq yumurtanın birini hayf elədim. Görək hansısındır. Deyəsən sənin əlindəsin. Şimdi. İnşallah ki, bu. Beğendi. O da təzən. Bıçaqla yoxdur, qəşəngdir. Yumurta üstündə biraz peşərkarlaşdırmam lazım dostlar. İndi isə qarışdırırıq. İçinde yoktu kavun. Yox, deyəsən. Olsa da mənim qabağıma çıxacaq yəqin ki. Yumurtanı qarışdırırıq. Biraz açılandan sonra şəkər tozunu əlavə edəcəyik. İndi isə şəkər tozunu əlavə edəcəyik. Şəkər. İndi qarışdırırıq. Tasağını tökəndən sonra qarışdırırıq. Yaxşı qarışdırırıq. Tasağı əriyəni. Artıq şəkər tozu əridi. Başlayırıq başqa ərzaqları əlavə etməyə. 1 cimdik duz. İnşallah ki, çox dağılmaz. Şöyle bilsin. Duzu belə şəkildə olsun deyə əlavə edirik. Sonra qatıq. Qatmasını düşünürük. İşte. Önlüklər. Yaxşı ki, bu önlüklərə. Hiç önemli. Evet. Neyse. Mutfaqda belə qəzalar olur. Onların əlavə edirik. Vanilyadan sonra yağı əlavə edirik dostlar. 100 qram yağ var. Ərinmiş çörəyə. Ərinmiş çörəyağını əlavə edirik. Aslında çox adam buna qatıq vurmur, amma biz yumuşaq olması üçün qatıq əlavə edirik. Biz isə qaşıq sirkə əlavə edirik. Şirniyyatlarımızın kövrək olması üçün bir alma sirkəsi, bir qaşıq alma sirkəsi. Bir qaşıq da qızıl gül suyu əlavə edəcəm. İyi dad verməsi üçün. Qızıl gül suyunu tökürük. Limon ya da portağal qabı da əlavə edə bilərsiniz. Mən qızıl gül suyunu əlavə edim bu səfər. Bütün ərzaqları hazırladıktan sonra un və şəkər qabartma tozu çaşdım dostlar. Mənim sağ əlim zəif olduğuna görə biraz dağıda bilərəm. Amma ki, dağıtmayacağım. Bu tərəflərini qarışdırırıq dostlar. Şimdi
Yumruq qalmasın. Yumru yumru. Yumru. Qarışdırdıqca və tökürük. Tür. Sonra indi qabartmanı tök işte. Qabartmasın onun əlavə olacaq. İndi isə başlayaq xəmir halına salmağa. Arkadaşlar. Artıq xəmirimiz hazırlanıb, bərk nə də boş olmasın. Spatula ilə xəmir yoğurmaq asaddır. Sanki insanın əli kimidir. Yalan doğrusunu deyim, bunu anam yoğurdu. Mən sizə göstərmək üçün bunu əlimə aldım. Çox sağ olsun. İndi isə xəmirimizi iki hissəyə böləcək. Bir alt hissəsi olacaq, bir də üst hissəsi üçün olacaq. İki hissəyə böləcək. Biri alta, biri üstdə olacaq. Böyük hissəsi alta, kiçik hissəsi üstündə olacaq. İndi isə xəmirimizi dincəlməyə qoyaq ki, onda daha qəşəng yaymaq olur. Biz də ona kimi içini düzəldəcəyik. İçinin də bir hissəsini sizinlə bölüşəcək. İndi isə almanı çörəkləməyə başlayaq. Almanı iri gözdən keçirdək ki, ağızda dadı hiss olunsun. Kimi bunu pörtləli deyir. Dım kimi. Biz isə pörtləşməmiş edirik. Alma ilə şəkər tozunu qarışdırır edir. Yəni qaynadır. Amma ki, mən bir səbəb xoşlamadığımıza görə sağ olsun, bunu çörəkləməkdə anam köməkdir. Mən qalsa bütün axşam kimi buradaydım. İndi isə vanil əlavələyək biraz. İndi isə darçını əlavələyək. Kimi darçını da əlavələyək. Çox əlavələyək. Yarım çay qaşığı darçını əlavələyək. Darçından sonra şəkər tozunu əlavələyək. Və bunları yaxşıca qarışdırmaq lazımdır. Qarışdıraq. Birini də əlavə edərik. Nə elə? Lap uşaqlığım yadıma düşdü dostlar. Uşaq vaxtı anam bunu bir balaca pörtlədib qatığın içinə qatırdı. Olurdu yoğurt. Gəlin dadına baxaq biraz bəlkə. Gəlin uşaqlığımıza qaydıq. Hangi şeydir? Adam bunu belə də yemək istəyir. İndi kim balaca pirog istəyirsə, 3 dənə, böyük pirog istəyirsə, 5 dənə, 6 dənə alma əlavələyə bilər. Bizim listimiz böyük olduğuna görə 6 dənə alma getdi. 2 stəkan da pesoq getdi. Yəni 2 stəkan da pesoq əlavələdik. Listimizə bir balaca onu əlavə edirik. Hər yenə yayılsın yenə. İçin belə olmayanda çox rahat qopur biskvitlər. Biz rahat qopması üçün için unladıq. Xəmirimiz yağlı olduğuna görə biz ondan istifadə edirik. Biraz da qoy. Belə yaymağa çalışacağım. Xəmirimizi resmin içinə yaydıq. İndi isə alma qarışığını tökəcəm. Artıq içini bərabər şəkildə yaydıq. Çox da qıraqlara yaymadıq ki, yapışmasın. İndi üstünə xəmirin fıqurlarla bəzəyəcəyik.
Dur. Gəlin belə bir şey deyim. Allah akıl versin. Ancaq cavan qıraqlarına belə bir şey yapmışlar. Belə mən sənə ifadə edeyim. Desəm qəşəng var. Ne geçen gelir. İndi sən minnoş ürəklərimizi dizək bura. Rahat ol da biraz. Hadi çık parmağını atın. Ha böyle. Güllər də qəşəngdir. Ürəklərin yanına güllər də qoyduq. Maraqlı. Bitirdik. Bizim əl işimiz. Bəlkə üstünə biraz toxunuş edək dostlar. Mıncıqlarla. Günlərin üstünə toxunuş edək. Mıncıqlarını aça bilsin, qəşəng olur. Neyse, şuraya var. Əla açıldı. Böyle olub dostlar. Belə yapıyor. Buna bir iki dənə üstünə mıncıq qoyuruq. Deyək. Belə, məncə mükəmməl olmuş, deyilmi dostlar? Hazırlayacaq olan hər kəsə işimizin göz haqqınızı halal edin. Halal edin. Bunu peçə göndərəcək. 180-də beləcə də peçə göndərəcək. İndi pişməyə göndərəcək. Bəh. Nə qəşəng çıxıb. Əllərimizə sağlıq. İndi birazdan dadına da baxacağıq. Soyandan sonra. Çıtır. Qəşəng pürək alındı. Qəşəng pürəqimiz alındı. Üstü çıtır. İçi akışkan. Qəşəng pürəqimiz alındı. Altı üstü çıtır. İçi yumuşacıq. Gəlin indi dadına baxaq. Qosun qalıb. Özüm pişirmişəm deyəcəm. Əllərimizə sağlıq. Bu videoda bura qədər hazırlama məsləhət görürəm. Yumuşak olsun. Hə.